artıq çəkidən əziyyət çəkən insanlar. Dərindən nəfəs alırsan, qarnını önə doğru genişləndirdin, nəfəsi verəndə qarnı tamamilə çəkdi içəri. Bu nəfəsi onlar yerinə yetirsələr, qarında olan piyləri yandıracaqlar. Düzgün nəfəs alan insanlar, məsələn, bu qədər insan mənə müraciət eləyib, mən onların içində demək olar ki, 99% yanlış insanlardır, nəfəs alıb verənlər. 1% götürək. O 1% insanların da heç birində mən artıq çəkili insan görməmişəm. Əgər insan düzgün şəkildə nəfəs alır verirsə, o artıq çəkidə olmalı deyil. Ona görə ki, var onu... elə insanlar hansı ki, düz nəfəs alır? Çox az. İndiyə kimi bəlkə də 1 nəfər, 2 nəfər. Hətta elə. Bəli. Mən həmişə ümumiyyətlə insanla danışanda onun nəfəs alıb verməyinə fikir verirəm. Və həmişə də ona dediyim söz ki, yanlış nəfəs alırsan. Nəfəs alanda qarın önə doğru genişlənməlidir və hər dəfə onu təkrarlayıram. Nəfəsi verəndə qarnın içəriyə doğru çəkilməlidir.